yəni ayaq tağının içəri çökməsi və yaxud da ki, içə basma problemi var. Yəni həqiqətən də skalyoz olan uşaqlarımızın hər birinin ayağını müayinə edərkən biz fikir veririk ki, ayaq içə basma, yastı pəncəlik bütün demək olar ki, bütün qamət pozğunluğu olan uşaqlarda mövcuddur. İndi bu uşağımız ayaqqabı çiliklərini alıbdır, özü arada istifadə edir. Necə istifadə edir? Məktəb başlayanda, harasa gedəndə, yəni belə ayaqqabının içinə qoyub istifadə edir. Qalan vaxtlarda bu yay müddətində istifadə eləmir. Bu ayaqqabı çiliyi ilə yanaşı ayaq idmanını filan edirsən, evdə? Bəzən ayaq idmanları. Bir dəqiqə. Aha, nə vaxtdan edirsən? Hər gün edirdin yoxsa? Hər gün yox, bəzən Həftədə bir dəfə, həftə sonları ayaq idmanı eləyirdi. Yəni, burada əslində məsələ necə olmalıdır? Məsələ kompleks olmalıdır. Tutaq ki, həm ayaqqabı çiliyi taxıram, həm ayaq idmanı eləyirəm, həm qamət idmanı eləyirəm. Bunlar kompleks getməlidir. Və yaxud da ki, 10 gün ayaqqabı çiliyi taxdım, sonra 3 ay taxmadım. Bir gün idman elədim, sonra keyfim olmadı, eləmədim. Yəni, bunlar müalicə eləmir. Yəni, əslində pasiyentə bir rahatlıq verir ki, hə, ayaqqabı çiliyi taxıram, hə, arada düşəndə, məsələn, idman eləyirəm. Və belə tutaq ki, bir ilə düzəlməli olan bir qamət problemi çəkir illərlə. Bir il gəlir, eyni qalır, 2 il gəlir, eyni qalır. Yəni, yaxşı olar ki, bunlar ardıcıl, sistemli şəkildə müntəzəm olunsun. İndi bundan sonra biz idmana, reabilitasiya, fizioterapiya yazacaq, tövsiyələrimizi verəcəyik, tapşırıqlarımızı verəcəyik. Amma təbii ki, əməl edib eləməmək yenə pasiyentin öz məsuliyyətində qalır. Bütün məsuliyyətli pasiyentlərimizdə biz çox gözəl nəticələr əldə edirik. İnşallah ki, bu pasiyentimiz də onlardan biri olar.